Herkese salamlar əziz dostlar. Bildiyiniz kimi var olduğumuz bu informasiya dövründə insanları dini inanc çərçivəsində saxlamaq olduqca çətinləşib. Çünki informasiya vasitələri sürətli bir şəkildə yayıldığı üçün insanlar artıq internetdən bir kliklə istədikləri məlumata, istədikləri ayətə və sairə buna bənzər şeylərə baxa bilirlər. Hətta istəməsələr belə bir şey axtararkən qarşılarına çıxır, yenə istər-istəməz görürlər, oxuyurlar və bir şəkildə dini sorğulamağa və dindən uzaqlaşmağa başlayırlar. Təbii ki, İslamcılar bu vəziyyətdən olduqca əziyyət çəkirlər, əsas da reformistlər. Çünki din onlar üçün çörək qapısıdır və çörək qapısının əllərindən sürüşüb getməsini istəmədikləri üçün əsas da son 50-60 ildən bu yana olmaqla birlikdə son 20-30 il daha sürətli şəkildə Qurana möcüzə uydurmaq yarışına girdilər. Bu möcüzələrdən bəzilərinə keçmişdə ətraflı şəkildə toxunmuşdum. Bu gün Quranda başqa bir möcüzə iddialarından birisi olan barmaq izi möcüzəsi mövzusu haqqında danışacağıq. Bu səfər çox da uzun video olmayacaq, çünki mövzu onsuz da çox sadə bir mövzudur. Ona görə də ayəti oxumağa başlayaq. Daha sonra Wikipediadan bəzi qaynaqları göstərəcəm və bu şəkildə mövzunu bitirəcəm. İlk öncə ayəti oxuyaq. Gəlin Qiyamət surəsinin 4-cü ayətinə baxaq. Burada belə deyilir. Bəli, biz onun barmaq uclarını belə əvvəlki hala gətirməyə qadirik deyilir. İfadə sadəcə budur əziz dostlar. Burada barmaq izinə nə dolaylı yoldan, nə də birbaşa heç bir göndərmə olmadığı halda möcüzə şarlatanlara buradan həm barmaq izi möcüzəsi çıxardırlar, həm də bütün insanların barmaq izinin özünə özəl olduğuna, burada toxunulduğuna iddia edirlər. Deməli, həqiqətən çox qəribə və gülməli bir vəziyyətdir. Halbuki bu ayətdə nə barmaq izinə birbaşa bir göndərmə var, nə də ki, hər kəsin barmaq izinin fərqli olduğuna göndərmə var. Onsuz da bu ikincisindən heç söhbət belə gedə bilməz. Burada bəhs edilən məsələ nədir? Bizim insanları təpədən dırnağa tamamilə bütün bir şəkildə yaratmağa gücümüz çatar mənasını verir. Qısacası məna budur, yəni. İndi bu ayətin üzərindən uydurulmağa çalışan möcüzə iddialarına yönəlik Wikipediadan barmaq izi tarixçəsinə girərək barmaq izinin ilk olaraq nə zamandan bəri istifadə olunduğuna başlanıldığı haqqında yazıya baxaq. Baxaq, bu möcüzə şarlatanları olan insanların dediyi kimi barmaq izi 1400 il bundan qabaq bilinirdi, yoxsa bilinmirdi, yoxsa bilinə bilirdi, o haqqda danışacağıq. Buradan tarix hissəsinə baxaq. Əziz dostlar, burada barmaq izinin antik dövrlərdən bu yana tabletlərin, dulus qabların üzərində olduğundan, göründüyündən bəhs edilir. Eyni şəkildə möhür olaraq istifadə olunduğundan bəhs edilir ki, bu da Babil, yəni Babilistan dövrünə aiddir. Babilistan dövründə bir müddət barmaq izindən möhür olaraq istifadə edilirdi. Bununla yanaşı qədim Misirdə Minos, yəni Minoan krallığında, Çində və Yunanistanda divarların və bəzi qəbirlərin üzərində də bəzi barmaq izlərinə rast gəlindiyindən bəhs edilir. Davamında yenə antik Çində hökumət sənədlərinin barmaq izi ilə təsdiqləndiyi göstərilir. Burada yəni eyni şəkildə eramızdan əvvəl 200-cü illərdə Babilistanda yazılı müqavilələrin, razılaşmaların barmaq izi ilə imzalandığı bildirilir. Bu hissəni oxusam da, bu hissədə yazılan məlumatları sizə desəm də, bu hissəni sizin üçün ümumi bir şəkildə oxuyum ki, bəlkə kimsə bu hissəni tam şəkildə bilmək istəyir. Tərcümə edib elə oxuyacam ki, artıq siz əziyyət çəkib tərcümə edib oxumayasınız. Bu hissə ilə yanaşı bunun arxası olan hissəni də sizin üçün tərcümə edib oxuyacam. Antik dövr və orta əsrlər dövrü qədim gil lövhələrdə, möhürlərdə və saxsı qablarda barmaq izləri aşkar edilmişdir. Onlar həmçinin Misir qəbirlərinin divarlarında və Minoan, Yunan və Çin saxsı qablarında tapılmışdır. Qədim Çində məmurlar dövlət sənədlərinin doğruluğunu barmaq izləri ilə yoxlayırdılar. Təxminən eramızdan əvvəl 200-cü ildə Babildə yazılan müqavilələr imzalamaq üçün barmaq izlərindən istifadə olunurdu. Mixi tabletlərin 3D skanından barmaq izləri Gigamesh proqramı çərçivəsində istifadə etməklə çıxarılır. Çində ipək və kağızın meydana çıxması ilə qanuni müqavilələrin tərəfləri sənəddə əl izlərini qeyd etdilər. Eramızın 851-ci ilindən əvvəl Çində ərəb taciri Əbu Zeyd Həsən Çinli tacirlərin kreditləri təsdiqləmək üçün barmaq izlərindən istifadə etdiklərinin şahidi olmuşdu. Babil kralı Hammurapi'nin yaşına aid istinadlar göstərir ki, hüquq məmurları həbs edilmiş insanların
barmaq izlərini götürəcəklər. Çinin Qing sülaləsi dövründə qeydlər göstərir ki, məmurlar cinayət yerindən sübut kimi əl və ayaq izlərini, eləcə də barmaq izlərini götürmüşdülər. 650-ci ildə Çin tarixçi Kia Kungyen qeyd etdi ki, barmaq izləri autentifikasiya vasitəsi kimi istifadə edilə bilər. İranlı həkim Rəşidəddin Həmədani Cami ət-Tavarix əsərində Çində insanların barmaq izləri ilə tanınması praktikasına istinad edərək belə şərh edir. Təcrübə göstərir ki, heç bir iki şəxsin barmaqları tam olaraq eyni deyil, mübahisə edir. Bəziləri mübahisə edirsə də, bu misallar sənətdə savadsızın işarəsindən və ya onların girindəki duluxçu damğasına bənzər təsadüfi qallıqdan daha mənalı deyildir. Bu insanlarda barmaq izlərində xəbərləri var imiş və bütün insanların barmaq izlərinin ayrı-ayrı olduğunu bilirlərmiş. Burada yazılanların çoxunun qaynaqları da qeyd edilib. Sonra da bilir kişi raporları olan saytdan barmaq izinin tarixi haqqında yazılar da var. Onları da oxuya bilərsiniz. Hətta mən sizin üçün oxuyub tərcümə edim. Cinayət təhqiqatlarının başlanılmasından bu yana araşdırmaçılar şəxsiyyəti təsbit, onlar yanılmaz, etibarlı təkbətək üsullar tapmağa çalışdılar. İlk sistem təsviri identifikasiya metodu şəxsin identifikasiyasında istifadə edilmişdir. Təsvir metodunun daha sistemli istifadəsi antropometriya kimi tanınan insan bədənini təşkil edən elementlərin dəqiq ölçülməsinə əsaslanırdı. Bu üsul Bertillon 1883-cü ildən etibarən doğru şəxsin tanınması üçün istifadə edilmiş və tətbiq edilmişdir. 1900-cü illərin əvvəllərindən barmaq izləri şəxsi identifikasiya sistemi kimi istifadə olunur. Bu gün müasir cinayət identifikasiyasının ən mühüm elementlərindən biri barmaq izidir. Barmaq izi sisteminin tarixi qədim dövrlərə gedib çıxsa da, onun istifadəsi olduqca yenidir. Tarixi əsərlərdə və əsərlərdə barmaq izi ilə bağlı qeydlərə çox qədim zamanlarda, eramızdan əvvəlki dövrlərdə rast gəlmək olar. Eramızdan əvvəl türklərin yaşadıkları bölgələrdə əldə edilən saxsı qablar və onların yaşadıkları mağaralardan barmaq izi təsvirləri əldə edilib. Məlumdur ki, 3000 il əvvəl Çinlilər qanuni sənədləri təsdiqləmək üçün barmaq izlərindən istifadə edirdilər. Lakin barmaq izlərindən şəkillərdə də istifadə olunurdu və s. Şəxsi məqsədlər üçün yoxsa şəxsiyyəti müəyyənləşdirmək üçün istifadə edilməsi hələ də tarixin dərinliklərində qalan naməlum əşyalardan mövzulardan biridir. Tabletlərdə Assurdan əvvəlki dövrlərə aid barmaq izi təsvirləri tapılıb. Babillərin qəbzlərdə və ya mühüm sənədlərdə barmaq izlərini çap etdikləri müşahidə edilmişdir. Barmaq izlərinin bir-birinin bənzəmədiyi qədim sivilizasiyalarda məlum idi. İncildəki Əyyub kitabında deyilir, o, hər bir insan əlinə elə bir işarə qoydu ki, hər kəs öz işini tanısın. Quran-ı Kərim də buyurur, bəli, biz onun barmaqlarının ucunu belə bərpa etməyə qüdrətimiz var. Bayaq ayətləri göstərmişdim. İngilis antropoloqu Francis Galton irsiyyət və barmaq izləri arasındakı əlaqəni araşdırdı. Bunu sübut edə bilmədi, ancaq barmaq izlərinin dəyişməz olduğunu sübut etdi. Herschel və Foltzun işlərini birləşdirən Galton-Henry təsnifat sistemini yaratmaq üçün Edward Richard Henry ilə birlikdə çalışdı. Bu sistemdən bu günə qədər kriminal məqsədlər üçün istifadə olunub. Cinayətkar kimi barmaq 1910-cu ildə Yusif Cemil tərəfindən Avropadan Türkiyəyə gətirilib, İstanbul Polis İdarəsində barmaq izi şöbəsi yaradılıb və fəaliyyətə başlayıb. Uzun sözün qısası Qiyamət surəsinin 4-cü ayətində barmaq izi haqqında nə birbaşa, nə də dolaylı bir yolla heç bir göndərmə yoxdur. Sadəcə burada insanların barmaq ucuna qədər təkrar olaraq yaradıla biləcəyini, Allahın buna gücünün çata biləcəyinə toxunulur. Buradan möcüzə yaradılmağa çalışılır. Baxın, buradan barmaq izindən bəhs edilir. O zamanlar bunu heç kim bilmirdi, deyirlər bu möcüzə uyduran şarlatanlar. Halbuki biraz əvvəl bəhs etdiyim qaynaqlarda gördüyünüz kimi barmaq izindən Hammurapi zamanında da insanların xəbəri var idi. Antik Çində də xəbərləri var idi. Antik Hindistanda da xəbərləri var idi. Babilistanda da xəbərləri var idi. Antik Yunanistanda da xəbərləri var idi və s. Yəni bütün insanlar bu mövzunu bilirlər. Bu gün bu mövzuya toxunmaq istədim əziz dostlar. Bu da ortalıqda gəzən bir mövzudur. Möcüzə deyə satılmağa çalışılan bir mövzudur. Bunun nə qədər boş,
təməlsiz, uydurma bir şey olduğunu görmənizi istədiyim üçün, həm də burada tarixi bir qeyd olması üçün bu videonu çəkdim. Deməli, çalışın bu videonu paylaşın, kanala abunə olun, videonu like edin. Gələn görüşlərdə görüşənədək sağ olun, salamat qalın.